Salam dostlar, mən Mahmud, ITMax kanalına xoş gəlmisiniz. Bu gün sizlərə GameLoop proqramı kompüterdən tamamilə necə silmək olar onu göstərəcəyəm. Əvvəlcə Start menyudan ayarlara daxil oluruq. Buradan Apps bölməsinə keçid edirik. Buradan aşağıdan GameLoop proqramını tapıb üzərinə basıb onu install edirik. Açıdan isə də məndə düz sindirində gəldi. Buradan vizual olaraq baxıb edə bilərsiniz. Oradan uninstall edirik. Buradan silinir. Amma bu bizim kompüterdən tamamilə silindi demək deyil. Daha sonra biz PC-dən C diskinə daxil oluruq. Burada temp qovluğunda TX Games var. Bunu silirik. Daha sonra geriyə qayıdıb burada yuxarıda View bölməsindən Hidden Files bölümünü açırıq ki, yəni bizdə gizli qovluqlar görünsün. Burada Program Data qovluğuna daxil oluruq. Aşağıda Tangent var. Gördüyünüz kimi bunu silirik. Silinmədi. Çünki GameLoop-u biz əvvəlcədən açmışdıq. Bunun üçün kompüteri restart edib təzədən qayıdacağam. Sonra kompüteri yenidən başlatdım. Buradan Tangent-i silirik. Daha sonra təkrardan geriyə qayıdırıq. Burada Users qovluğuna daxil oluruq. Buradan öz kompüterinizin username-inə daxil olursunuz. Burada gördüyünüz kimi AppData var. Bura daxil olub lokal qovluğundan aşağıda Tangent qovluğunu buradan silirik. Daha sonra təkrar geriyə qayıdırıq. Bu səfər Roaming qovluğuna daxil oluruq. Buradakı Tangent qovluğunu da silirik. Buradakı qovluqlarla işimiz bitdi. İndi isə təzədən Start menyuda Regedit yazırıq. Register editora daxil oluruq. Burada sırayla edəcəklərimi diqqətlə izləyin. Burada Local Machine bölməsinə solunda gördüyünüz ki ox var, ona basırıq. Buradan Software, buradan aşağıya doğru gəlib WoW 64 qovluğuna daxil oluruq. Burada gördüyünüz kimi Tangent gəldi. Tangenti buradan silirik. Son olaraq tək bir şey qaldı. Orada bunları təzədən bağlayaq ki, maneçilik törətməsin. İndi isə bu səfər Current User qovluğun sonundakı oxa basırıq. Buradan təkrar Software. Aşağıda gördüyünüz kimi burada Tangent var. Bu Tangenti silirik və bitdi. Bu qədər. Artıq GameLoop kompüterdən tamamilə silinmiş vəziyyətdədir. Video bu qədər idi dostlar. Əgər kömək edə bildimsə nə xoş mənə. Videoya bəyənib kanala abunə olmağı unutmayın. Dəstəyiniz mənim üçün önəmlidir. Sağ olun, salamat qalın.